Salam, əziz oğlaqlar və yüksələn bürcü oğlaq olanlar. Gökyüzünün ən intizamlı, məsuliyyətli, ayaqları yerə möhkəm basan, əzmi və iradəsi ilə ən uca zirvələri belə fəth etməyi bacaran torpaq qrupunun xüsusi nümayəndələri, həftəlik audio proqnozunuza xoş gəlmisiniz. İyun ayının son günlərini yola salıb, iyul ayının o canlı, qaynar və fürsətlərlə dolu enerjisinə keçid etdiyimiz bu xüsusi 7 gün ərzində ulduzlar sizin üçün həm karyera, həm də şəxsi münasibətlər sahəsində mühüm yeniliklər hazırlayıb. Sizin idarə edici planetiniz, zamanın və müdrikliyin keşikçisi olan Saturn hazırda sizə həyatınızı daha möhkəm təməllər üzərində qurmaq üçün güclü bir iradə bəxş edir. Siz hər zaman hər şeyi planlaşdırmağı, riskləri minimuma endirməyi və gələcəyinizi zəmanət altına almağı sevirsiniz. Lakin bu həftə planetlər sizə pıçıldayır ki, bəzən sadəcə zəhmətinizin bəhrəsini görmək üçün dayanıb nəfəs almaq və həyatın gətirdiyi gözəlliklərdən zövq almaq da lazımdır. İndi isə həmişəki o ciddi və gərgin iş rejiminizə qısa bir fasilə verin, çayınızı və ya qəhvənizi götürüb rahat əyləşin və gəlin ulduzların məhz sizin üçün hansı mesajları bəxş etdiyini günbəgün səmimi şəkildə təhlil edək. Həftəyə 29 iyun bazar ertəsi günü ilə başlayarkən diqqətiniz və enerjiniz tamamilə ikili münasibətlər, evlilik, tərəfdaşlıqlar və ya ortaq şəkildə yürütdüyünüz layihələr üzərində cəmlənəcək. Ayın mövqeyi qarşınızdakı insanlarla, istər həyat yoldaşınız, istərsə də iş ortaqlarınız olsun, münasibətləri yenidən nəzərdən keçirməyinizi tələb edir. Bazar ertəsi səhəri bəzi mühüm müqavilələr, danışıqlar və ya ortaq qərarlar gündəmə gələ bilər. Oğlaq bürcünün o məntiqi və rasional rəftarı bugün hər hansı bir problemin ən doğru həll yolunu tapmağa kömək edəcək. Lakin qarşı tərəfə qarşı emosional olaraq biraz soyuq və ya məsafəli görünmə riskiniz var. Unutmayın ki, insanların bəzən sadəcə məntiqi həllərə deyil, sizin mənəvi dəstəyinizə və isti münasibətinizə də ehtiyacı olur. Günün ikinci yarısında yarımçıq qalmış rəsmi işlərinizi tamamlamaq üçün gözəl fürsətlər yaranacaq. Axşam saatlarında isə evinizdə, doğmalarınızın əhatəsində sakit bir mühitdə dincəlmək ruhunuza çox yaxşı təsir edəcək. 30 iyun çərşənbə axşamı, yəni iyun ayının bu son günündə kosmik enerjilər sizin daxili transformasiya, ortaq maliyyə gəlirləri və büdcə sahənizi canlandırır. Bugün bank, vergi, sığorta və ya keçmişdən qalan hər hansı bir borc məsələsini birdəfəlik həll etmək üçün addımlar ata bilərsiniz. Merkuri sizə elə bir strateji təfəkkür bəxş edir ki, pul axınını idarə etmək, gəlirlərinizi artırmağın yeni yollarını tapmaq sizin üçün çox asan olacaq. Şəxsi həyatda isə bugün daxili hissləriniz, intuisiyanız xeyli güclənir, ətrafınızda baş verən gizli məqamları, kimin sizə qarşı səmimi olub-olmadığını dərhal hiss edəcəksiniz. Subay oğlaqlar üçün bu çərşənbə axşamı daxili dünyası dərindən təsir edəcək, sirli və cazibədar bir insanla qısa, amma yadda qalan bir ünsiyyət baş tuta bilər. Münasibəti olanlar isə partnyorları ilə aralarındakı o emosional və maddi güvən hissini daha da möhkəmləndirəcəklər. Və budur, 1 iyul çərşənbə günü ilə iyul ayının o uğurlu və parlaq qapısını açırıq. Yeni bir aya addım atmaq sizin üçün xüsusilə dünya görüşünüzü genişləndirmək, yeni nələrsə öyrənmək və gələcəyə dair vizyonunuzu böyütmək deməkdir. Gökyüzü bugün sizi uzaq səfərlər, xaricdəki tərəfdaşlarla əlaqələr, rəqəmsal layihələr və ya təhsillə bağlı sahələrdə cəsarətli addımlar atmağa səsləyir. Əgər onlayn platformalarda fəaliyyət göstərirsinizsə və ya fərqli dillərdə məzmun istehsal edirsinizsə, iyulun ilk günlərində edəcəyiniz işlər böyük bir auditoriyanın diqqətini çəkə bilər. Sizin o etibarlı və məsuliyyətli duruşunuz iş mühitində nüfuzunuzu daha da artıracaq. Lakin bu sıx qrafik arasında sağlamlığınızı unutmamağınız vacibdir. Çərşənbə günü bədəniniz, xüsusilə sümük və oynaq sisteminiz sizdən biraz daha çox qayğı tələb edə bilər. Düzgün qidalanmağı və bədəninizi çox yükləməməyi laqeyd qoymayın. 2 iyul cümə axşamı günü isə kosmik müstəvidə bəzi gərgin planetar açılar formalaşır və bu, sizdən maksimum dərəcədə təmkinli olmağı tələb edir. Bu gərginlik birbaşa sizin karyera, iş mühiti və cəmiyyətdəki statusunuz sahəsində özünü göstərə bilər. Bugün iş yerində rəhbərliklə, müştərilərlə və ya iş yoldaşlarınızla münasibətlərdə bəzi fikir ayrılıqları, ego qarşıdurmaları yarana bilər. Sizin üzərinizə daha çox məsuliyyət qoymağa çalışa bilərlər ki, bu da daxili gərginliyinizi artıra bilər. Oğlağın o məşhur inadkarlığı bugün gərginliyi daha da böyüdə bilər. Ulduzlar sizə məsləhət görür ki, dərhal sərt reaksiya vermək əvəzinə soyuqqanlılığınızı qoruyun və hadisələrə daha geniş bir pəncərədən baxmağa çalışın.
Sənədləşmə işlərində, hesabatlarda bugün detallara 2 qat diqqət yetirin, xırda bir yayınma işinizi uzada bilər. Axşam saatlarında iş mövzularını tamamilə unudub, ruhunuzu sakitləşdirəcək fəaliyyətlərə vaxt ayırmaq ən doğrusudur. 3 iyul cümə günü gəlib çatdıqda isə göy üzünün o buludlu ab-havası tamamilə dağılır, yerini çox pozitiv, sosial və sevgi dolu bir enerjiyə buraxır. İş həftəsinin son günündə Veneranın bəxş etdiyi möhtəşəm dəstək sizin dostluq, sosial çevrə və arzular sahənizi işıqlandıracaq. Bugün dostlarınızla bir araya gəlmək, xoş məclislərdə iştirak etmək və ya uzun müddətdir görmədiyiniz insanlarla səmimi ünsiyyət qurmaq üçün əla zamandır. Şəxsi münasibətlərdə subay oğlaqlar üçün sosial mühitlərdə və ya ortaq layihələrdə diqqətlərini çəkəcək, daxili dünyalarına xitab edən biri ilə tanışlıq şansı çox yüksəkdir. Münasibəti olan oğlaqlar isə partnyorları ilə birlikdə gələcəyə dair çox gözəl planlar qura, aralarındakı o şirin yaxınlığı yenidən hiss edə bilərlər. Bugün həm də gələcək hədəfləriniz üçün vizual layihələr hazırlamaq, yaradıcılıq işləri ilə məşğul olmaq üçün möhtəşəmdir. Həftə sonuna daxil olduğumuz 4 iyul şənbə günü enerjinizi biraz daxili dünyanıza, evinizə və mənəvi rahatlığınıza yönəltməlisiniz. Həftə boyu çəkdiyiniz o zehni və fiziki əziyyəti, gərginliyi üzərinizdən atmaq üçün bu şənbə günü tam bir təmizlik və nizam günüdür. Yaşayış məkanınızda qayda-qanun yaratmaq artıq sizə xidmət etməyən köhnə əşyalardan, sənədlərdən və ya lazımsız fikirlərdən azad olmaq ruhunuza inanılmaz bir yüngüllük bəxş edəcək. Şənbə günü həm də bədəninizi bərpa etmək üçün əla zamandır. Təbiətdə qısa bir gəzinti, torpaqla təmasda olmaq sizin torpaq elementinizi qidalandıracaq və daxili balansınızı bərpa etməyə kömək edəcək. Nəhayət 5 iyul bazar günü, həftənin son günündə kosmik enerjilər sizi tamamilə yenilənmiş bir enerji ilə gələn həftənin planlamasını etməyə səsləyir. Bazar gününün o sakit, hüzurlu saatlarında həm maddi büdcənizi nəzərdən keçirmək, həm də qarşıdakı günlərdə görüləsi vacib işlərin siyahısını hazırlamaq daxili narahatlıqlarınızı tamamilə yox edəcək. Axşam saatlarına doğru özünüzü gələcəyə daha çox hakim, hər bir addımını öncədən görən müdrik bir strateg kimi hiss edəcəksiniz. Keçən 7 günün hesabatını apararkən daxilən böyük bir rahatlıq və minnətdarlıq yaşayacaqsınız. Xülasə, əziz oğlaqlar, 29 iyun, 5 iyul həftəsi sizin üçün həm ikili münasibətlərdə möhkəm təməllər qoymaq, həm də karyera və maliyyə sahəsində strateji addımlarla iyul ayına uğurlu bir başlanğıc etmək dövrüdür. Həyatın ritminə güvənin, hər şeyi eyni anda idarə etmək istəyindən biraz əl çəkin və daxili gücünüzə inanın. Növbəti həftələrdə yenidən görüşənədək özünüzə çox yaxşı baxın, ulduzunuz hər zaman parlasın. Həftənin kosmik mesajı, əzminiz və intizamınız sizin ən böyük gücünüzdür. Lakin unutmayın ki, bəzən axınla getmək və həyatın sürprizlərinə güvənmək qarşınızda daha böyük qapılar aça bilər. Bugünlük proqnozumuz bura qədər, əziz dinləyicilərimiz. Ümid edirəm ki, ulduzların bu həftəlik hərəkəti həyatınıza bol bərəkət, sarsılmaz uğurlar və dərin daxili hüzur bəxş edəcək. Hər anınızın dəyərini bilin və özünüzə inanmaqdan əl çəkməyin, hələlik.